Sırat sözü aydın yol deməkdir. Sırat, qiyamət günü cəhənnəmin üzərində qurulacaq körpüdür ki, əvvəlincilərdən axırıncılara dək bütün insanlar onun üzərində keçəcəklər. Həmçinin məşərdəki cənnətliklər onun üzərindən keçib cənnətə daxil olacaqlar. Quranda və səhih hədislərdə bu körpünün həqiqət olduğuna dair çoxlu dəlillər vardır. Uca Allah buyurur: İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Sonra biz müttəqiləri oddan xilas edəcək, zalimları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. Məryəm surəsi 71-72-ci ayələr. Burada cəhənnəmə varid olacaq deyildikdə sıratın üstündən keçmək nəzərdə tutulur. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: bundan sonra körpü gətiriləcək və cəhənnəmin üzərinə qurulacaqdır. Soruşdu: ya Rasulullah, ona körpüdür elə? Dedi: sürüşkən və hamar bir şeydir. Orada çəngəllər, qarmaqlar və dəmir tikanlar vardır. Bunlar nəcdə bitən, üstü tikanla dolu, sadan deyilən bir bitkiyə bənzəyir. Möminlərdən kimisi bir göz qırpımında, kimisi şimşək tək, kimisi külək kimi, kimisi də ən bərk qaçan cins at və ya adi bir at kimi sürətlə həmin körpünün üstündən keçəcək. Kimisi sağ-salamat qurtulacaq, kimisi tikanlara ilişib didik-didik ediləcək. Lakin axırda xilas olacaq. Bəziləri də cəhənnəm odunda qalanacaqlar. Lap axırıncılar isə o körpünün üstündən sürünə-sürünə keçəcəklər. Sıratı vəsf edən bir çox dəlillər vardır. Onların məzmunu ondan ibarətdir ki, sırat tükdən nazik, qılıcdan iti və həm də sürüşkəndir. Uca Allahın sabit qədəm etdiklərindən başqa heç kəs onun üzərində dura bilməyəcək. Zülmətdə insanlara onların imanlarına görə nur saçılacaq və az öncə qeyd etdiyimiz hədisdə göstərildiyi kimi imanlarına görə onun üzərindən keçəcəklər.